Buradan sözüm Akşin Fatihədir. Akşin Fatih. Deyirsən ki, heç kəsi aşağılaya bilməz. Yanlış danışırsan, çünki mən heç kəsi aşağılamamışam. Mən həqiqətləri söyləmişəm. Bunu sən də gözəl bilirsən. Hər kəs gözəl bilir, izləyicilər də gözəl bilir. Sadəcə olaraq zibaya çatanda lal kar olursunuz. Mən olanı demişəm, aşağılamamışam, heç kəsi təhqir eləməmişəm, heç kəsə böhtan atmamışam. Olanı demişəm, orada böyük bir şey yoxdur. Bir, ikincisi də ki, müdafiə eləyirsən, Səmavini başa düşdüyü duet ortağında, nəfəs də zamanında duet ortağın olub, onda başa düşdüyü müdafiə eləyirsən, vəfanı durduq yerə nəyə müdafiə eləyirsən, o mənə çatmadı ki, nəyə? Mən orada heç kəsi aşağılamamışdım ki, sən durub onun müdafiəsinə qalxdın. Deyəsən, yaxşı pul verirlər sənə o barədə, ona görə qalxırsan müdafiəsinə. Mən də pul verərəm, mənim də müdafiəmə qalxarsan. Yaxşı mı?